Şimdi bakın. Allah lənət eləsin. Şimri bin Zilcövşən, Allah ona lənət eləsin, İmam Hüseyn əleyhissalamın sözünü eşitlərindən sonra dedi. Huvə ya'budullaha ala harfin in kana yadri ma yaqul. Əgər o nə dediyini başa düşürsə, o Allaha hərf üzərində, yəni şəkk üzərində ibadət edir. Bir ki, əgər o bir başa düşsə hələ nə danışır? O Allaha şəkk və yəni ala harfin o mənadadır ki, ya'budullahi ala harfin Quran ayəsinə istinad edir. Sanki bir yerdir, buradan uçurum var da, insan diyanarı bir hay lazımdır ki, insana ki, buradan uçuruma düşsün. Burada da ya'budunallahi ala harfin Quran ayəsində onu deyir ki, yəni o həddədir ki, sən sap üzərindən dayanmış halda Allaha ibadət edirsən də, yəni şəkdəsən, dərhal çıxa bilərsən. İndi İmam Hüseyni öz şiyələri öldürdü deyənlər. Şiyə tərəfdar deməkdir. Quran deyir ki, İbrahim Nuhun şiyələrindən idi. Şiyə İmam Hüseyn əleyhissalam üçün belə söz deyər. Necə ki, İmam Hüseyn Yezzun qoşununa dedi ki, insafınız olsun. İnsafınız olsun. Ədalət zad qoyun qırağa. Din yoxdur, insafınız olsun. Şimir qayıdıb İmam Hüseyn əleyhissalama. İmam Hüseyn əleyhissalamın atası Allaha ibadət edəndə, kafirlərə qarşı vuruşanda Şimir bilinmir haradaydı sənə. Bilinmir haradaydı. O cür məlun insan qayıdır İmam Hüseynə deyir ki, o deyir, hələ deyir, Allaha şək şübhə ilə deyir, ibadət edir, bəndəlik edir, hələ sözü də bilmir nə danışır. Bu Şimri bin Zilcövşəndir. İmam Hüseyni Rafizlər, şiyələr özləri öldürdü. Vallahi sizi Allaha tapşıran bu sözü deyənlər. Yezidə bəraət qazandırasınız deyə böhtan atırsınız İmam Hüseyn əleyhissalama. Deyirəm, İmam Hüseyn əleyhissalamın yanındakılar kimləridir? Başa düşüm, onu öz şiyələri öldürüb. İmam Hüseynin yanındakılar kim idi? Başladı, sizin kitabınızda belədir, filan kəslər, sahabələr belə gəldi, o belə getdi, bu belə. Deyirəm, qoy qırağa, İmam Hüseynin yanındakılar kimlər idi? Ay siz filansınız, siz heləsiz, qabağımda diyanan olmayıb, hamısını belə məhv eləmişəm, dedim, başa düşdüm. İmam Hüseynin, inanırsınız hər şey dedim, amma demədi İmam Hüseynin yanındakılar kimlər idi? Başa düşüm, əgər şiyələr bunu öldürübsə, bunlar kim idi? Çünki insanda məzhəb təəssübkeşliyi var. Obyektivdir. Nifrət onun gözünü qaraldıb. Bilirsiniz, gözünü tutub qaraldıb və obyektiv baxa bilmir. Yaxşı, bu bunun İmam Hüseynin tərəfdarları onu ilə vuruşursa, bəs İmam Hüseynin yanındakılar kimlərdir? Kimlərdir də? Tərəfdar öz böyüyü ilə vuruşar. Əgər qarşı tərəfdə vuruşurlarsa, buna bəsit məntiq deyirlər. Yəni, əgər bir nəfər mənim dostum olubsa belə, sabahsı gün o mənə qılınc qaldırırsa, o mənim dostum ola bilməz, o mənim düşmənimdir. Buna deyirlər bəsit məntiq. Amma yox, o nifrət edir. O istəyir, yer üzündən bunlar silinsinlər. Çünki müşrikdirlər. Bunlar yer üzündən təmizlənməlidirlər. Orada müsəlmanların qanın tökürlər. Bir dəfə sesini çıxartmır. Demir ki, ay filan kəslər, niyə görə müsəlmanların qanını tökürsünüz? Demir. Amma bu adamlara deyir. Allaha ibadət edən, Allah Rəsuluna iman gətirən, onun Peyğəmbərinin balasının hörmətini saxlayan adamların yer üzündə məhv olmasını istəyir. Şəxsən mənə nə qədər şərhlər yazırlar. Bunların deyir ki, biri yazırdı ki, biri olardı, necə dərisini soyardım mən. O qədər nifrət var onlarda. Nifrət. İndi görürsünüz ki, İmam Hüseyn, bunlara lağlağı baxmaq lazımdır. Mən sizə hicrətin 61-ci ilindən danışıram. Peyğəmbər salavatullah hicrətin 11-ci ili vəfat edib. Bu hadisə hicrətin 61-ci ilidir. 50 il keçib. 50 il keçib Şimri bin Zilcövşən mübahilə ayəsində Peyğəmbərin oğulanlarımız dediyi apardı ki, İmam Hüseyn ələ balacaydı orada, qardaşı ilə tutdu əllərindən, mübahiləyə apardı və Quran bunu təsdiq edib, qayıdıb deyir ki, Hüseyn deyir ki, Allaha deyir ki, şəkk üzərində ibadət edir, heç bilmir də nə danışır. Əgər bunu Şimir deyirsə, onda bu bursu mənə nifrət edənin məni küfdan küf eləməsi normal şeydir. Baxın, indi baxın İmam Hüseynin şiyəsi kimdir? Kimdir? Bax buna baxın. Həbib ibn Müzahir
Qeyrəti cuşa gəldi ki, bu nə danışır? Bu nə danışır? Peyğəmbərin balasına deyir ki, bilmir nə deyir. Qayıtdı dedi ki, vallah inni lərəkə tə'budullahə alə 70 harfən. Sən ki, Hüseynə deyirsən ki, hərf üzərində, şək üzərində ibadət edir. Allaha and olsun ki, sən 70 hərf üzərində ibadət edirsən Allaha. Sənin ümumiyyətlə şək şübhənin içərisində batıb getmisən. İmam Hüseyn əleyhissalamın tərəfləri bax, bu olar. Bu olar. Budur. Və ənə əşhədu ennəkə sadiqun ma tədri ma yəqul. Mən də şəhadət verirəm ki, sən düz deyirsən, ay Şimir. Çünki sən Hüseynin nə dediklərini başa düşmürsən. Bilmirsən. Qad taba'allahu ala qalbik. Çünki Allah sənin qəlbinə möhür vurub.